can qoyuram. Bir dənə də videosu var ya qurbanın. Hər evrində də qoyur. O vaxtı nədir, polis bölməsində şeydə məhkəmədə çəkibdi. Mən deyir, xalqı deyir, görün deyir, o vaxtdan deyir, mən müdafiə edirəm, nədir, bu milləti. Adam özünü, bu millətə düz olduğunu subut eləyə bilmir. Bilir, dələduz maşinlikdir. Qurban Məmmədov özü yaxşı bilir ki, özü dələduzdur. Maşinlik 200-düdür. Bu milləti ələ salır, heyvan yerinə qoyur. İnamı güvəni qırıb da alsaq gədə. İndi özünü nə ilə inandırmağa çalışır? Capcip var ya bir dənə, yapay zəka. Götürüb telefonda yapay zəkada yazır ki, Qurban Məmmədov nətər adamdır. Yapay zəkaya göndərir Qurban Məmmədov. Bir ki, Kurovkanı bazı verir, Qurban Məmmədov nətər adamdır, ay yapay zəka cavab verir. Yapay zəka da deyir ki, Qurban Məmmədov xalqına xidmət edir, düz adamdır, nə bilim nədir. Biabırçılıqdır. Özlərini gör, nə günə qoyublar. Sizə özlərini gör nə ilə subut eləməyə çalışırlar ki, biz düz adamıq. Baxın, yapay zəka da deyir ki, Qurban Məmmədov belə oğlanı deyir. Biabırçılıqdır. Rəzalətdir, ay qardaşlar, ay Azərbaycanın ləyaqətli kişiləri, qardaşlar, bacılar. Siz təsəvvür edirsiniz bizi nətər ələ salırlar bunlar. Bizdən oyun oynayırlar, konkret bizi heyvan yerinə qoyurlar bunlar. Amma bunlar düşünmürlər ki, biz heyvan deyil. Biz adamıq, insanıq, ay qardaşım. Bunları, qardaş, rədd eləmək lazımdır bu meydandan. Bunları vızgırt eləmək lazımdır. Bunları vəbşə ignor eləmək lazımdır. Bir millət olaraq bir şərəfimiz varsa, bir ağlımız varsa, bir kişiliyimiz, şuurumuz varsa, bunları ignor eləməliyik. Bunları rədd eləməliyik, meydanımıza sahib çıxmalıyıq. Bu nədir belə? Biabırçılığın gəlib çıxdığı yerə bir baxın ya. Gətirib bizə özünü yapay zəka ilə tanıtdırmaq istəyir ki, ala gələn, ay yapay zəka, mən nətər adamam, Qurban Məmmədov. Biabırçılıqdır. Bir dənə də videosu var, 2 gündən bir hər evrində qoyurur, baxın deyir, 90-cı ildə sizi 93-də tutulub, vaxt tutulub bilmədim, yadımdan çıxıb. Baxın deyir, mən o vaxtda sizi müdafiə edirəm. Belə alçaq, belə cındır, belə şərəfsiz, belə nədir, ləyaqətsiz adamlar gəlib indi efrasıb ki, mən sizi gəlmişəm xilas eləməyə. Bu nətər şeydir, kimdir bu adamlar? Bunları rədd eləmək lazımdır. Qardaş, bunlardan bizə xeyri yoxdur, başa düşün, aylın.